Ersoy Production'ın təqdimatında 3 bacı serialı başladı. Çox yaxşı oldu. Sən niyə soyuq suyu içirsən ki, səsini də batır? Sən arada bir o saç düzümünü dəyiş də. Bezdimi mən sənə keçi deməkdən. Arada heç olmasa o saçlarını aç da bir. Səadət, saçlarımı da açsam mənə at deyəcəksən. Mənə lazımdır. Sən mənim fikirlərimi hardan oxuyursan? Əzizim, mən sən fikirləri oxumuram. Sadəcə olaraq sənin düşündüklərin alnında yazılıb. Alnımda yazılıb? Hanı? Hanı? Alnında yazılıbsa hanı? Bax hanı? Hə? Hanı? Ayda, kim oxşadı? Hanı? Kim oxşadı? Ay, kim oxşadı? İsə. Bacılar! Aa! Gör üstünə getmişəm. Sənin, bu sənin, qulaqçıqdır, bu da mənim. Deməli, uldu şokoladları getmişdilər, o qədər çox aldım ki, qulaqçıqları mənə hədiyyə elədilər. Özdə qızlar indi dəbdə axı, hamı qulaqcıq taxır. Mahnıya da qulaq asırlar, hətta telefonla danışanda qulaqcıqla danışırlar. Sən onu yaxşı görmə, nəyə lazımdır? O günlərin bir dənə qız qulaqçığı taxıb qulağına maşın yolunu keçir. Maşın yolunu keçmir, özünü maşının altına atır. Siqnal verirlər, eşitmir ki. Bilmirəm, Üzeyirə qulaq asmaq istəyirdi, nədirsə ölmək istəyirdi. Siqnal. Əməlicə tac yarandı. Deyirəm bir mədəniyyətiniz yoxdur, bir sağ ol deməniz mənə. Ayda, doğrudan ey xoşbəxt. Çox sağ ol. Ən yaxşı hədiyyədir mənim üçün. Hə, düz deyir. Bugün harası gedəsiniz? Nə? Deyirəm, harası gedəsiniz? Hə, mən bəlkə kafeyə getdim. Ha, mən də evdə oturan deyiləm. Başa düşdüm. Yaxşı, mən gedirəm bazara, amma siz yataq otağını dağıtmayın ha. Görün nə var? Heveslendik bir gün geldi çıktı. Biz üç bacı böyük şehre. Burada çoxu yeni dostlar tapdık. Ümidlendik aydın seher. Sevinç tecrübe esir. Yemek xoşbəxtim məhrizi. Bilir komşuların da her biri. Səadət səhmə dərsidir. Çöldə, işdə, evdə, firavanıq hər məqamda. Biz çox mehribanıq, komşularla xoşbəxt dolanırıq. Evdə yola getməsək də biz iş bacılar. Bax, hər kəs bunu bilir, hər tərəfdən min bir söhbət gedir. Kimsə təsdir, kimsə yola gedir. Baxın, sevin, gülün, gəldik üç bacılar. Buyurun. Beyler, bir şey yiyeceksiniz. Menüdə seçimim var. Bəli. Hə, yeyəcəyik ya da yox, yeməyəcəyik. Onda yiyəcək. Menüm var. Verin. Buyurun. Bu nə də hərəsi bir rəngdə. Kardeş bu ne ya? Bu toyuk Jölap Prado. Bu sadəcə toyuqdur. Müdirin maşınının altında qalmış toyuq. Yəni toyuq Jela Prado. Nəsə bu mənə maraqlı gəldi. Mənə bundan verərsən də barat zəngi. Üzr istəyirəm, amma verə bilməyəcəm. Niyə? Bu müdirimizdir. Deməli, zəhmət olmasa mənə bir bifşteks ver. Az qızarmış olsun. Biraz qalın olsun. Quru olmasın. Biraz qanlı olsun. Həm də yaxşı olar ki, cavan kələnin ətində olsun. Problem deyil. Bəs kələnin qan qrupu neçə olsun? Hə. Məzələmisən bizimlə. Yeməyə bir şey var ümumiyyətlə. Piraşki kartofla. Yaxşı da onda ver də bizə. Kartofla piraşki. Sen bu menüleri niye getirdin o zaman kardeşim?
Bunlar şikayət kitabçaları idi. İndi pirəşkiləriniz gələcək. Hayda. Öldü mü? Bu neydi? Her dəfə yadımdan çıxır ki, liftimiz var. Yine ayaqla çıxıram. Ay qızlar! Qızlar evdədir ki, hərə söz gedəsin yanında Allah bilir hardadır yenə. Canın çıxsın xoşbəxt. Dur indi yeməyə özün pişir. Dur. Başa düşmədim. Bu nə sumkalardı? Bunları kim alır? Xoşbəxt gəlib ki. Yo deyəsə yavaş-yavaş inanmağa başlayırsan axı. Bu bananları kim aldı? Ay mama. Bezdiriblər. Şükür. Deyirəm axı Cimin kiç-kiç şeylərdir. Xoşbəxt. Haçan gəlmisən? Xəbər elə də ürəyim batladı ki. Dəli oldum. Nəsə bu yaşan gözümə dəymirəm əmi? Elçən getdi. Hara getdi? Elçən Meridanın yanına getdi ya. Bu
Öyle ticaret o işlerle falan ilgilenecekmiş. Dostu. Ne mərdə? Ala qutunu bu. Hə, mən bacılarımı dolayıblar bunlar. Ala sen ölçedim indi onların her Ya ikisinde sen mi? bir sakin olsana abi ya. Sen niye böyle sinirleniyorsun? Ya ne farkı var? Biznes kurmaya gitti kişi. Ha Merdan'ın yanına gitti, ha Telman'ın yanına gitti. Ne farkı var ya? Ha, siz ne danışırsınız? Mən onları tanımıram, hə? Ayaqları ki, bu ölkədən qırağa dəydi, bir dənə qız tapırlar özləri üçün, otururlar orada. Ayda $100 ailələrinə göndərələr ya göndərməyələr, hə? Sonra evlənirlər, qalırlar orada. Mən bilmirəm bunları da. Mən bilirəm hamısını. Seninle gelmiş, senin de atan Titanic Əhməd hakkında danışırdın, ha? Nə də elə gəldi? Ay sağ ol. Elə biri mənim atam Titanic Əhməd. Gör heç bir dəfə də olsa bizə zəng edir. Bir maraqlanır bizlə. Ölmüşük, qalmışıq, sağıq. Sen geliyorsun. Alo. Hə papa. Nə olub be? Dünən də zəng eləmişdin. Hər gün adama zəng edirlər. Nə alım? Matryoşka? Buradan Rusiyyata matryoşka alıb göndərim də, hə? Bəlkə bir dənə vodka da alım, hə? Bir yoska da alım, hə? Nə? Pis olmaz? Yekə kişisən. Alo. Kontur da qutardı. Kontur al da özümə də. Dedim sen. Ah sen gel bakayım. Hadi. Bu patatesliydi değil mi bu? Ha? Hani nerede patates? Bir dişdə görün. Bak. Hani? Necə yəni, gəlməlidir axı kartof. Bir də dişdə. Gəlməlidir axı kartof. Hani nerede? Bir də dişdə vəssalam. Hani kardeşim? Ha. Üçüncü dişdə sən piraşkinin kartoflu yerini ötüb keçdin. Piraşkidə kartof var idi. Ben şimdi Abi. Ayda, yine Səadət mətbəxin məhrabasına aparıb havama. Öldürürəm ey səni, demişəm axı aparma. Bacarmıram da bunlarla. Əlimlə qurtuluşu ayağımla axtarıram. Ay xoşbəxt, haçan gəldin, xəbərim olmadı. Bu qapını açın da evin havası dəyişsin. Mən belə başa düşdüm ki, bu dərman çox bahalı dərmandır. Hətta dediyinizə görə bu dərmanı sifariş vermək üçün Almaniyalara qədər adam göndərmişsiniz. Amma narahat olmayın, mən bu dərmanı son damlasına qədər şprisin içində qalmamaq şərti ilə sizə vuracam. Arxayın ola bilərsiniz, mən bu işdə peşəkaram. Həm də ki, iğnə vurmaq mən üçün Eyfel qülləsi tikmək kimi bir şeydir. Yəni, su içmək kimi asandır. İçindəki havanı çıxardım.
üzr istəyirəm. Xahiş edirəm, biraz səbirli olun. Mənim bugün çox vacib bir görüşüm var. Siz də yəqin cavan olmuşsunuz, məni başa düşərsiniz. Görüşə gözümün altı göy, üzümdə qançır getməyim yaxşı olmaz. Əgər mümkünsə o yumruqlarınızı qarnıma vurardınız. Təpikləri də üzümə vurmasaz, lap yaxşı olar. Olar? Olar atam, olar. Onsuz da qəribə elə bura gəlib ki, gözünün altı qaralacaq. Bura gör! Xoşbəxt gəlmişsə xəbər eləmirsən. Xoşbəxt, belə eləməyin də, mən qorxuram ha, xoşbəxt. Yox, cin yoxdur, mən belə şeylər inanmıram. Mən aliməm. Ana. Evdə ruh var, cin var, nədir? Bananları. Kim var evdə? Ha? Kim götürüb bananları? Ha? Can, ay ana can. Heç olmasa üzü qibləyə uzanardın. Sən niyə belə yerə güldün? Özümü torpağa eləşdirirəm də. Bugün sabah bəlkə başımı qoydum. Ata sənin başın xarab olur. Maarif qala mənim torpaqla yerinə nə işi? Ata, qulaq asırdım da. Kimə? Ata, informasiya. Ayma, mən nəsə şək şübhə bürüdü. Özüm ölüm ayma. Gəl belə eləyək, sən daşı tök ətəyindən. Qoy mən zəng eləyim Sədrəddinə. Aparaq səni o ruhu xəstələrin dispanserinə, qoy səni müayinə eləsinlər. Özüm ölüm ayma, nəsə qorxu aldı canımı. Ana, sənin başın xarab olur. Düşün. Hə? Sən anonla danışırsan, Dəli sənin dəli səydöndür. Bildin? Sən elə bilirsən ki, ya. Mən bütün qonşular haqqında informasiyanı qapı pusub alıram. Ada, atalar yaxşı deyib. Yerin də qulağı var. Yer eşidir. Mən də gedib bütün bu xəbərləri ondan alıram. Ayma, qorxuram sən görə. Amma gəl sən görə heç olmasa həkimlər gəlib səni müayinədən keçirsinlər. Ayma. Dəlisən sən. İnanmırsan özün qulaq as. Yaxşı sən Allah. Deyirəm, yaxşı yenə deyir belə yeri. Ada, indi özün qulaq as. İndi deyirsən səs gəlir oradan. Bəli. İndi bir də prov elə. Davay. Hə, ağıllı. Kimdir dəli? Ayma, bunlar nə deyirlər Ayma? Ay sağ. Ayma deyir, İsabellanın qızı ilə Məhmətin oğlu qoşulub qaçıblar. Bax sən. Havaçılar qoşulub qaçdılar Ayma, bizim xəbərimiz olmadı. Deyən, səs eləmə. Aha. Sən nənəm? Kimlə, mənlə sən? Səndən yoxdur mənəm. Belə bax, kimin maşında qaçdılar? Oradasınız? Eyvandasınız? Ha? Ay Allah! Evde hiç kim yoktu. Hiç kim yoktu, Xoşbəxt də yoktu, Sevinç də yoktu. Biz balanları kim alıp kim? Oh! Evde cin var, cin! Kim oldu başımıza gül ay komşular? Qənimət özünü balkondan attı aşağı. Hele kızları kime verecek ki? Qənimət! Ay Qənimət! Saadət, aktrisalıq eləmə.
Aslında gic-gic danışırsan. Ölsüz belə qəniməti istəməyənlər. Həri. 3-cü mərtəbədən yox, lap göydərənlər düşsün, parça-parça olsun, yığıb yığışdırmaq olmasın parçalarını. Özümü atmaq istəsəm, sizin mərtəbədən nöş atılıram ki, sizin nöş şərə salıram. Gül kimi 9-cu mərtəbədə evimiz, eşiyimiz. Elə 9-dan ataram özümü də. Sən mənəcəm, gic-gic danışma. Elə sizin kimlərə görə də internetdə yoxlanmamış xəbər başlıqları verirlər. Nə eşidirlər, oradan da yazırlar. Qənimət! Allah bilir, bu adamda yayıldı yaşıyor, qənimət! Necə deyən mı de, sən atı bir səsini başına ye. Ay qız, gir içəri, bizi biyabır eləmə. Sən burada nə zamansan? Ay daha nə pis oldu ki? Bütün ümidim qənimətə idi. Əgər bütün bunları qənimət eləməyibsə, bəs onda kim? Ay mama! Sevinç. Bura ne bu gündədir? Mən bura bir yığışdırmışdım axı. Mən bu ekibi kim çıxardı sürmədən? Ay qızlar! Evdə yoxdular. Onu bəs buranı... Cin çıx, kəhratı min çıx, cin çıx, kəhratı min çıx, cin çıx. Orada cin deyirdi axı, deyəsən gün çıx deməliydim. Bəs ne cin deyirəm? Ay gel. Oy. Ay dede. Oy dede cin. Cin. Deməli belə,
Sənin qulağın yerdə olsun. Mən gedim dükana. Qızlar dedilər ki, bir dənə əntiqə falçı peyda olub. Sən mənim canım. Gedim görüm kim bilir kidir. Deyən Ayma, bax günə görə əgər atril şarlatan deyilsə mənimlə əlaqə saxla. Səidə ilə bağlı suallarım olacaq ona. Eşidirsən? Birdən dilimə ağzımı bağlayar, nə bilmirlər. Hə, bəlkə bundan sonra elə bəxtim açıldı. Odur. 2 dənə uşağı var sənin. Baxma, yadıma gəlmir. Uşaqlıqda Vera mənə nə demişdi? Dil qismətində 3 dənədir. Ata bu qədər bilirsən, falçı nə edirsən? Ay gəlsən, sən. Yaxşı da uzatma, uzatma Ayma. Eşidirsən, əlaqə saxla mənimlə. Polis! Ubivayo! Əgər gəlmə düşdü, şalvarı çıxdı gəlir. Ay qız, bırax şalvarımın ətəyini. Ay qız, qıraqdan baxan elə bilər ki, təcavüz edirsiniz mənə. Papa canım, məndən işimiz olmayacaq. Səninlə nə işimiz olur? Düşdü. Qurbanım, düş bizə görə. Ay qız, bu nə hayküylə gəlməkdir? Yürüyün, köpəyim düşdü. Qələbət köməklə də qurbanım, köməklə. Ay qız, birinci dəfə oğlan əli tutan qızcığaz kimi nə belə əsim-əsim Siz mənim canım olub, ürəyinin döyüntüsünə baxa, ay qız skameyka tərpənir. Ürəyim partladı, deyin görüm nə olub da? Qələbət, bizim evdə cin var. Şaşırı görüb Qələbət. Kim var? Ay qızlar, nə danışırsınız siz? Niyə məni qorxudursunuz? Qələbət. Mənim içindən aram yoxdur. Bıraxın mən çıxım gedim artıq. Qələbət olsun da, kişi döysən. Mən hardan? Ay qız, mən bir dənə Səidə ilə bacarmıram. Mən nə kişiyəm ki? Mənim cinlə zaten aram yoxdur. Siz mənim canım, əl çəkin məndən, qoy mən çıxım gedim. Buna baxın, ayağımdan tutmuş başıma qədər bütün tüklərim biz-bizli yandı. Az mənim saçımın ağarmasını istəyirsiniz. Cin nədir, şeytan nədir? Seva, ay qız, öz gözlərimlə gördün. Qələbət, təsəvvür edirsən? Evdə heç kəs yoxdur. Birdən mətbəxin qabağından yekə bir qara kölgə keçdi. Qələbət, yataq otaqlarını yığışdırmışdım. Getdim ki, bəlkə qızlar oradadır. Yataq otağının qapısını açanda Qələbət, nə görsəm yaxşıdır. Evin altı üstündədir. Bunu adam elə bilməsin, bunu eləsin cin eləyər. Ay qızlar, nə danışırsınız siz? Mənim canıma vəlvələ düşdü. 2 dəqiqə bundan qabağa... Qələbət, dur, sakin dur. Danışmaq lazım deyil. Dur, düş qabağa. Sən qabaqda, sən get. Xahiş edim, qardaşımızı. Tələmə məni. Ay qız, tələmə məni. Tələmirəm. Getmə, sən Qələbət, getmə. Getmə, Qələbət, getmə. Qorxuram, ay qızlar. Gedim. Qələbət, qapı bir tərəfdə, hara gedirsən? Ayda, elə bir tökülü bizdə bitan bu deyil, maması ilə bir yerdə. Ay qızlar, deyin ki, zarapat edirsiniz. Deyin ki, cin zat yoxdur, siz mənim canım. Həzən delil etdi. Qələbət, cin yoxdur. Getdik, gəl və gəlmək, gəl. Ay qızlar, bəlkə... Qələbət, gəl. Ay, qapı çıxartdı. Qələbət, gəl şükür. Düşdü, dönüldü, aldı. Cin! Söndürdü. Aslıya, eşidirsən sən eləmə ha? Yandıraram sən atop-atopu. Eşidirsən sən elə məni tanımırsan ha? Qız. Uy mama! Qələbət, kişi oldu ha? Nədən qorxursan? Cindir də, əlində kebirdin də var. Özümüzə cin otdan qorxur. Az, sevinç, ay elim adamı. Bəs sən cimmin pirnimat elə bildin. Priznamaz, indi inanmıram, xoşbəxt. Cindir də elə belə deyirəm. Özü ki, mən gözümlə görmədim, cin inanmıram. Ay qız. Ay, biz qapını döyür axı. Qələbət, xəbərim var ki, biz 5 saatda heç 5 addım yol getməmişik. Düş qabağa, düş, get. Ay qız, tələmə məni, ay qız, deyən. Ayaqlarım quruyub, ay qız. Həmsin hasaddır. Qələbət, sən ayaqların quruyub. Mən az qalmam ki. Nəysə, yan verdik. Biz qorxmazıq, heç kimdən qorxmuruq. Cinlidən bizi qorxmazdır. Cərim, yanına girib, düş qabağa.
Ay qız o nə səsdir? Ay həqiqət görək nə səsdir də, burada yerimizdə durmuşuq, biz nə bilək ki nə səsdir? Kim var burada? Ha? Kim var? Necə nəfərsiz? Ha? Mən 3 nəfər arvad səsi eşitdim axı, ha? Necə nəfərsiz? Deyin də, deyin. Ha? Mən sizdən qorxmuram. Yox, qorxuram. Qorxmuram. Mən biraz vaxt verimdə fikirləşim də görüm. Qorxuram yoxsa qorxmuram. Ha? Ha? Cavab verin də. Tələsmirsiniz ki. Tələsirsiniz. Cavab verin də danışın da. Nə tərəfdən çiçinlərsiniz? Marif! Marif! Əşi, çıx da! Nə qədər gözlüyüm səni? Ay Allah, bir belə də kiməllər? Sluşay! Bəsdir də o rezin ördəklərlə oynadım. Valla bir gün onları yığıb hamısını od vuracağım. Belə də şey olar, yekə kişisən. Axı, mən də kimmək istəyirəm, bəsdir də. Nə? Şükür. Kimmək istəyirsən deməsəydin çıxmayacaqdım, hə? Hırıldama, paltarlarımı ver görməz. Mari, sən bütün paltarlarını yığıb yumuşam. Nə? Da, Böyük Vətən müharibəsindən bu yana o paltarlar yuyulmamışdı. Faşist gəlirdi. Faşistliği necə olur ki? İğnəmisən faşistləri? Gəlirsin seni. Ölür əlini mənə vurmaqsın, çikilir. Təmiz bədənimə vurur. Mən də belə qalacağım burada belə. Hə? Ərəb şeyxləri kimi mən də belə qalım evin ortasında lüt. Arvad dör bunlar. Arvad olsaydı bu paltaların hamısını yumazdı, bilgisini saklayardı. Lüt qalım. Hiç olmazsa bu prostina var idi. Bunu saldım çiynime. Deyən görün mən nə etməliydim? Ha, su idarəsinin reisinə zəng vurmalıyam. Su idarəsinin reisinin nömrəsi burada bloknotda olmalıdır. Bloknotda. Öyle səslər də. Dağıdırlar həyəti bunlara da. Köpək uşaqları. Hadi ne ses güç almışsın da senin boşu oynaçarım. Sen açtık geldi akmağım bir. Hadi Eldeyme düşüp götürürüm. Dokunma ya. Öldürürüm seni. Köpeğin balası. Hayatından seni. Bloknotum düştü ya git. Çavuş. He. Bloknot elimden düştü hayata. Neyiniyim indi ben? Kız orada bilirsen kimlerin telefonları var. Putin'e kadar hamısının nömrəsi var orada. Davay düş götür onu. Oy, слушай Marif, indi ben neyiniyim? Görmürsən hamamda kimirəm? Rüt düşüm aşağıya. Yo amanın günü sen düşme. Cemaat korkar sarılık zat tutar. Allah güldürsün beni. Allah güldürsün beni. Özüm düşərəm. Köpür sen o vannanın içinde ben boğaram o Desdemona'nı otelde boğur ha. Öyle o cürüne. Gitti mi ben? Dedim axı, ben dedim de gözümle görmeyene kadar inanmayacağım. Şimdi gördüm, inandım. Boşu neyini? Deyirəm bəlkə polisi şikayət edeyim, hə? Ne daşta gelme polis demeyecek, yani cin çıkartacak. Vay. Astıyan onu, Mən axı cindən qorxmurdum. Siz mənə elə təzyiq göstərdiniz ki, elə mənim beynimə saldınız ki, cin qorxuludur. As mən o qənimətəm ki, Saadətin canından cin çıxartmışam. Mən kişiyəm. Qorxmaq lazım deyil. Qalxın! Biz niyə hansısa cinin qarşısında aciz qalmalıyıq? Biz insanlar ali məxluqlarıq. Düzdür biləm qızlar? Qoy kim bizdən qorxsun? Biz cinlə niyə qorxuruq? Ardımca pısımırlar.
Mən fikrimi dəqiqləşdirdim. Mən sizdən qorxmuram. Qorxmuram. Ne oldu be bunlar? Geldi lüt olsaydım cehenneme kokmalı bir şey var idi. Cehennem olsun dolak nokta nömrelerdir. Git. Hadi Allah! Saadet, ne oldu? Ne oldu? Azbek tut, beni kırıldı. Saadet. Doktor, Səbrəddin mənim. Bir dənə zəhmət olmasa başıma su tökərdiniz də başımı yuyum. İşte suyla dəsmalı gətirmişsən. Bir dəqiqə gözlə. Sən başın xarabdır Tora. Yox, sənin başın xarabdır. Bura sənin üçün bəy hamamıdır. Bəlkə bir sənin belini də kisəliyim, hə? Tora, bura baş həkimin otağıdır. Baş həkimin. Mən də başımı yuyuram da, Sədrəddin müəllim. Başımı yuyuram. Tora, sənin başın işləmir. Başa düşdün, sənin bədəninin üstündəki yumru bir maketdir. Qoyublar ora. Üstündəki o iki dənə gözün də prişikdir. Artıq Y kromozomunun nəticəsidir. Ooo, nə? Y kromozomu. Oyda, Sədrəddin müəllim. Lap həkim kimi danışdınız ha. Kimi? Həkim kimi? Tora, mənə əsəbləşdirmə. Səni tut ağacının altında öldürüb tibb universitetinin tələbələrinə bağışlayaram. Bədənin üstündə op keçərlər ha. Bildin? Yaxşı, Sədrəddin müəllim. Bu boyda cəmaata əl uzadırsınız, kömək eləyirsiniz, müalicə edib göndərirsiniz İrana. Amma məni heç olmasa bir dəfə check-up elətdirmisiniz? Yox. Heç olmasa bir dəfə soruşmusunuz ki, Tora, sənin problemin var ya yox. Amma mənim problemim var. Var. Sənin problemini bayaq elə bil sənə dedim də mən. Sənin başın işləmir. Başqa? Doktor. Mənim ürəyim döyünmür. Ürək döyünmür. Doğrudan deyirəm, döyünmür, inanmırsınız. Nəbzimi tuturam da. Yoxdur. Buradan. Yoxdur. Hətta buradan döyünməlidir. Yoxdur. Döyünmür. Ola bilməz. Yeter ya, nəbz yox da. Yoxdur. İnanmırsınız, sözünüz yoxlayın. Güzel. Ha? Alo. Burada nəbz yoxdur. Yoxdur. Burada da nəbz yoxdur. Yoxdur, belə mümkün deyil. Başa düşürsən, nəbz olmaması mümkün deyil. Neysə, bilmirəm, amma 100% neysə səhv edirsən. Ya sən səhv edirsən, ya da mən səhv edirəm. Çünki insanda nəbz olmaması mümkün deyil. Nəbz yoxsa demək, ürək döyünmür. Əgər ürəyin döyünməsə, sən ölməlisən. Başa düşürsən, ölməlisən. Mən ölürəm? Bəli. Heç də qorxmaq lazım. Sımın. Xədicə! Ne oldu? Ben daha ne? Saat
21:30-da. Məni Photoshopda keçəl eləyə bilərsən. Dəlisə, keçəl nədir? Başa düşmədim. Adam öldürmüşük də, tutub basacaqlar içəri. Təkrarı şənbə və bazar saat 11-də. İşə düşdük də, bu nə edir? 3 bacı plus 1. Qardaş cinayətkar. Ola ki, sözünüz gedəsiz türməyə. Gülməli olacaq.